Yay gəldi, havalar isindi, nə eləmək lazımdır? Dənizə getmək, sərinləmək, odur ki, getdi. Nə oldu Mürvət? Gedə bildin dənizə? Yox, həzrət, nə olacaq? Gedə bilmədim. Dənizin qabağını bağlayıblar, belə böyük bir hasar, səs çəkiblər. Odur ki, qaldım hasarın bu tayında, dənizə gedə bilmədim. Ümumi sərvətlər var ki, onlar xalqa məxsusdur. Amma bu bəzi adamlar elə davranırlar ki, sanki elə bunun ulu babasından miras qalıb buna. Təbiətə müdaxilədir. Ölkə sakinləri ilə, ulu babalarımızdan, bizim vətənimizdən min illərlə miras qalmış Xəzərlə insan arasında çəkilən səddir. Bu yol verilməzdir. Təbiəti təbiətdən ayırma olmaz. Gözəlliyi, o yaylıqdır, kəlağayısıdır, Abşeronun kəlağayısıdır. Yaxşı ki, hasarda balaca bir deşik var, dənizə gedə bilməsə də heç olmasa buradan baxaq. Dəniz kənarlarının məhdudlaşdırılması dənizlərin ekoloji dəyərlərinə çox mühüm ziyan vurur. Sahillər açıq olduqca onlar daha çox dəyər qazanır. Çox təəssüflər olsun ki, Azərbaycanda ayrı-ayrı adamlar, restoran sahibləri, çimərlik və digər deməli istirahət obyektlərinə sahib çıxan insanlar hesab edirlər ki, onların özlərinin dənizi olmalıdır. Məsələn, bir də görürsən ki, dənizin sahilini hasarlayıb və şəxsi məqsədlər üçün istifadə edir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bəli, 2 metrə yaxın boyu olan mənim Mürvətin bu hasarın hündürlüyündəki sıranı saymağa boyu çatmadı. Bəli, hasar çox hündürdür. Dəniz kənarının hasarlanması qətiyyən qəbul edilməzdir. Allah bu neməti bütün xalqımıza verir. Amma bir qrup müəyyən vəzifə sahibləri, müəyyən işbaz adamlar fürsətdən istifadə ediblər. Heç kəsdən çəkinmədən, nə qanunlardan çəkinirlər, nə insanlardan, heç Allahdan da qorxurlar. Dəniz kənarı əksər yerləri hasarlayıblar. Avtomobil yolundan dənizə gedən yoldur və biz də bu yolla dənizə getmək istəyirik və davam edirik. Və burada sürprizlə qarşılaşırıq. Dənizə gedən yol bağlıdır və yolun sonunda böyük bir villa tikilib və sən dənizə getmək istəyirsənsə, həmin o villanın həyətindən keçməlisən və bu da ki, mümkünsüzdür. Dənizin lap yaxınlığında belə baxıb görürsən ki, böyük bir zaborlardır, böyük bir istərdir, villalardır. Heç orada qalan da yoxdur. Təsəvvür edək ki, vəsait daşa kəsəyə sərf olunub. Mən düşünürəm ki, müvafiq dövlət orqanları, müvafiq səlahiyyətli şəxslər bu qanunsuzluğun qarşısını almalıdırlar. Nə oldu Mürvət? Hara gedirsən? Heç nə həzrət. Hasar çəkiblər, dənizin qarşısını bağlayıblar. Bu ildə qaldım dənizsiz. Gedirəm evə.